Xaçın Dərbənd kəndində möhtəşəm Qutlu Musa türbəsi. Nəhayət ki, gəlib çıxdım bura. 5 ilə yaxındır işləyirəm. Həmişə elə alınmışdı ki, iş çoxluğundan, yol uzaqlığından mən bura gəlib çıxa bilmirdim. Bu türbə 1314-cü ilə aid bir abidədir. Və Ağdamı dünya mədəniyyətinin bir parçası edən abidələrdən biridir. Dünya əhəmiyyətli abidə sayılır. Bunun içini mənfurlar yazıb divarlarını körlamışdılar. Sonra da bizimkilər onu silməyə çalışıblar. Arran Memarlıq Məktəbi nümunəsidir bu Qutlu Musa türbəsi. Baxın, 1314-cü ildə vurulmuş naxışlara baxın. Daşlar necə oyublar. Mənbələrdəki məlumatlarda müəllifi Ustad Şahbənzər yazılır. Dünya mədəni irsinin çox qiymətli, son dərəcə qiymətli bir nümunələrindəndir. Baxın, daşın üzərində işlənmiş pələklər. Görün, neçə əsrlərdir. Bu rəng, daşın üzərinə işlənmiş rəng, yəni müəyyən qədər getsə də tam getməyib. Baxın, burada bordo rəng, yaşıl rəng. Baxın, bunlar hamısı qalır. Görürsünüzmü? Necə gözəldir, necə nəfisdir, necə qiymətlidir. Əsrlərin yaddaşı var, bax, bu ornamentlərdə, bu daşlarda. Çox gözəldir, həddindən artıq gözəl bir mədəniyyət nümunəsidir. İndi yəqin ki, zamanla bu da bərpa olunacaq. Buradan içəriyə yol da var.